Hörmətli birincilər, əziz məzunlar, bugün sizin xoş gününüzdür. Sizi son zəng münasibəti ilə təbrik edirəm. Mən bu məktəbdə çox olmuşam. İstər şəhərsalma ilə əlaqədar keçirəm Breyring yarışında, istər digər yarışlarla olsun, mövzularla olsun. Bu məktəbdə olmuşam. Amma bu əziz son zəng günündə olmağı mənə xoş oldu. 11-ci siniflərə gələcək həyatlarında uğurlar arzu edirəm. Birinci siniflərdə bu qalan 10 ildə xoş təhsil arzulayıram. Mən bildirmək istəyirəm ki, cəmiyyətimizin ən böyük uğurlarından biri təhsildir. Təhsilimiz olmasa gələcəyimiz olmaz. Biz də Elm və Təhsil Naziri adına olsun, istər Xaçmaz rayonu üzrə təhsil sektoru adından çalışırıq ki, Azərbaycan Respublikasına layiqli şagirdlər yetişdirək. 11-ci sinif məzunlarına gələcək həyatlarda uğurlar arzu edirəm. Çox sağ olun Cavad müəllim. Bəli, məktəb bir bilik ocağıdırsa, sinif rəhbərləri o ocağın heç vaxt sönməyən nurudur. Onlar 11 il ərzində hər bir şagirdin sevincinə sevinib, kədərinə şərik olublar. Şagirdlərinə son sözlərini deməkləri üçün dəyərli və çox hörmətli sinif rəhbərlərini səhnəmizə dəvət edirik. Günay müəllimə, Sevinc müəllimə və Məmmədşah müəllim. Sizi səhnəyə dəvət edirik. Əziz və dəyərli bizim məzunlarımız, hörmətli həmkarlar, əziz valideynlər, xoş gördük sizi bir daha Xaçmaz 5 nömrəli Berdal Rasulov adına tam orta məktəbində. Bəli, bugün biz ən sevincli, o cümlədən ən kövrək anlarımızı yaşayırıq. Əlbəttə ki, bugün bizim övladlarımız, şagirdlərimiz məzun olurlar. Biz onları hal-hazırda gənc, yeniyetmə, gözləri parıldayan, enerjili məhz halda görürük. Məhz bu yetirmələrimizə baxarkən qürur hissi duyuram. Bir qədər də kövrək hisslər yaşayıram. Bəli, biz sizə bələdçi olmadıq. Biz sinif rəhbərləri sizin çətin anlarınızda yanınızda olduq. Uğurlarınızla sevindik sizinlə birgə. Əlbəttə ki, bu deməkdir ki, biz bir ailə olduq. Əziz, dəyərli məzunlarım, sizə tövsiyələrim var. Bu həyatda ən birinci insani dəyərlərə hörmət edin. Onları yüksək tutun. Harada olursunuzsa olun, vətəninizə, xalqımıza, həmçinin valideynlərinizə demək olar ki, vətənpərvər, layiqli övlad olun. Həmçinin sizə daha bir tövsiyə. Hər zaman çalışın, çətinlikdən qorxmayasınız. Bilin, dəqiq bilin ki, insan çətinliklərdə, yıxılanda, ayağa qalxanda əlbəttə ki, daha möhkəm olur. Çətinliklər insanı daha da möhkəm edir. Və sonuncu, əlbəttə deyil, daha bir tövsiyəm, çalışın, bundan sonra həyatda demək olar ki, bugünə qədər elədiyiniz səhvləri etməyin və yaxud da daha çalışın ki, gələcək üçün yeni planlar qurun. Ən gözəlini seçin. Harada olursa olsun, hansı peşəni seçirsə seçin, ən yaxşısı olun. Çalışın ki, o peşəni layiqli icra edəsiniz. Beləliklə, mənim sizə böyük arzum. Əziz məzunlar, xoşbəxt olun, yolunuz açıq olsun. Bundan sonraki həyatınızda daha böyük uğurlar arzulayıram sizə. Çox sağ olun diqqətinizə görə. Salam, hörmətli məktəb rəhbərliyi, hörmətli valideynlər, əziz kollektivim, dəyərli qonaqlarımız, çox sağ olun ki, gəlmişsiniz. Burada əziyyəti keçən hər bir şəxsə öz təşəkkürümü bildirirəm ki, belə təşkil eləmişsiniz. Əziz valideynlər, sizi təbrik edirəm. Tam 11 il əvvəl bu məktəbə kiçik addımlarla daxil olmuşdunuz. İndi isə
bu məktəbi tərk edirsiniz. Sizə həmişə həyatda uğurlar arzu edirəm. Və bir tövsiyəm odur ki, həmişə vicdanlı olun, dürüst olun, adınıza layiq olun və həyatda sizə daim uğurlar arzu edirəm. Ümid edirəm ki, bu parti arxasından keçib ali məktəb parti arxasında əyləşəsiniz. Təbrik edirəm sizi, öpürəm sizi, sizi çox istəyirəm. Sağ olun. Değerli müzikler, Keçmə, eləmə. əziz məzunlar. Orada Hayda. ben özüm 2 dəfə məzun olub, övladlarım ikisi məzun olur. Söz demək nə için valideyn kimi, həm də ki bir müəllim kimi də söz demək çox ağırdır. Çünki gündə gördüyün uşaq, tənbih elədiyin və yaxud da ki əzlədiyin şahidliyi bugün axırıncı dəfə görürsün. Ne kadar pis olsa da, ne kadar çətin olsa da, ne kadar ıslah olmaz olsa da, ama bugün artık onunla vidalaşırsan. Bugünkü gündə mən hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, həyatda hər biriniz layiq olduğunuz bir nöqtəni bir pik həddi zirvəni tutmasınız. Size demək istədiyim bir şey var. Əziz məzunlar, bugünkü günə qədər 11 il ərzində bu məktəbdə olarkən, valideynlərinizdən əlavə olaraq müəllimlərin də himayəsi altında olmuşsunuz. Onlar da sizi çox şeylərdən qoruyur. Amma bugündən etibarən müəllimləri bu məktəbin qorumasından çıxırsınız. Cəmiyyət içində, ictimaiyyət içində özünüzü bu məktəbin məzunu olaraq layiqli, dəyərli, ləyaqətli aparmağınızı arzulayır. Hər birinizin yolu açıq olsun. Sağ olun.